Xəstəxanada bəzən elə absurd hadisələr baş verir ki, bilmirsən güləsən yoxsa ağlayasan. Ayağını əməliyyat eləməyə gedən pasiyentin tutub dişlərini çıxardıblar, təbii ki, səhvən. Bu və digər maraqlı tibb xəbərlərini izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. Xəstəxana ayağını əməliyyat eləməyə gedən pasiyentin dişlərini çıxardıblar, səhvən. Və nəticəsində nə olub bilmək istəyirsinizsə, izləyin görün. Ayaq əməliyyatına getdi, sağlam dişlərini çıxartdılar. Fransanın Saint-Martin-Bulon şəhərində 17 yaşlı qızın planlaşdırılan ayaq biləyi əməliyyatı zamanı ciddi tibbi səhvə yol verilib. Məlumata görə gənc qız klinikaya ayaq biləyindən əməliyyat olunmaq üçün müraciət etsə də, həkimlər səhvən onun 20 yaş dişlərini çəkib. Hadisə ailənin şikayətindən sonra ictimailəşib. Qızın anasının sözlərinə görə əməliyyatı həyata keçirən həkim baş verən hadisəyə görə üzr istəyərək bunun tibbi səhv olduğunu etiraf edib. Ana bildirib ki, yaşadıkları hadisə onları şoka salıb və belə bir vəziyyətin yalnız filmlərdə baş verəcəyini düşündüyünü deyib. Hadisə ilə bağlı araşdırma aparılır. Epilepsiya xəstələrinə xoş xəbərim var. Beynin artıq bir hissəsində mövcud olan qıcolmalar və huş itirmələrin hansı bölgədə necə yerləşdirdiyini alimlər bilirlər və bunun xəritəsini çıxardıblar. Nəticədə isə epilepsiya xəstələri üçün çox ümidverici və gözəl müalicələr gözlənilir. İzləyək. Beynin gizli xəritəsi açıldı. Amerika Birləşmiş Ştatları alimləri epilepsiya ilə mübarizədə mühüm uğura imza atıblar. Tədqiqatçılar beynin informasiyanın ötürülməsinə əsas rol oynayan talamus nahiyəsinin indiyədək ən detallı xəritəsini hazırlayıb. Yeni xəritə epileptik tutmaların beyində necə yayıldığını daha dəqiq müəyyən etməyə imkan verir və müalicənin fərdiləşdirilməsi üçün yeni imkanlar yaradır. Alimlərin sözlərinə görə bu kəşf xüsusilə dərman müalicəsinə cavab verməyən epilepsiya xəstələri üçün böyük əhəmiyyət daşıyır. Xəritə sayəsində dərin beyin stimulyasiyası kimi müasir müalicə üsulları daha dəqiq planlaşdırıla, yalnız problemli nahiyələr hədəfə alına bilər. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma gələcəkdə tutmaların sayını azaltmağa və minlərlə xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək. Qocalar evində yaşayanlar daha xoşbəxtdirlər. Bu barədə maraqlı bir elmi araşdırma var. Məsələ burasındadır ki, öz doğmaları ilə yaşayan yaşlılar özlərini daha tənha hiss edirlər. Maraqlı və unikal xəbərdir, izləyək. Qocalar evində yaşayanlar daha xoşbəxtdir. Norveç Elm və Texnologiya Universitetinin apardığı araşdırma göstərib ki, evdə qulluq xidməti alan yaşlı insanlar gündəlik həyatlarına nəzarəti daha az hiss edir və daha çox darıxır. Tədqiqatda Şərqi Norveçin 3 bələdiyyəsində yaşayan 414 yaşlı iştirak edib. Nəticələrə görə evdə qulluq alanların 1/3 gündəlik həyatına demək olar ki, nəzarət etmədiyini bildirib. Alimlər bunu qulluq xidmətinin qeyri-sabit qrafiki, uzun gözləmə müddəti və personalın tez-tez dəyişməsi ilə əlaqələndirib. Araşdırmaya əsasən qocalar evində yaşayanlar isə özlərini daha nəzarətli hiss edir. Tədqiqat müəllifləri yaşlıların evdə rahat yaşaması üçün qulluq xidmətlərində sabitliyin artırılmasını, onların qərar vermə prosesinə cəlb edilməsini və fərdi istəklərinə daha çox diqqət göstərilməsini tövsiyə edirlər. Yatmamışdan 2 saat əvvəl ilıq duş qəbul edin. Səbəbi isə bunlardır. Baxaq. Yatmadan təxminən 1-2 saat əvvəl qəbul edilən ilıq duş daha tez yuxuya getməyə və yuxunun keyfiyyətini artırmağa kömək edə bilər. Bu nəticə Sleep Medicine Reviews jurnalında dərc olunan araşdırmada qeyd olunub. Texas Universitetinin alimləri onlarla tədqiqatı təhlil edərək müəyyən edib ki, 40-42,5 dərəcə temperaturda ilıq duş və ya vanna qəbul etmək bədən temperaturunun təbii şəkildə enməsini sürətləndirir. Bu proses beyinə yuxuya hazırlaşmaq siqnalı göndərir və insanın daha rahat yuxuya getməsinə şərait yaradır. Araşdırmaya görə bu vərdiş yuxuya getmə müddətini orta hesabla 10 dəqiqə azaldır. Kyushu Universitetinin alimləri də ev şəraitində apardıqları müşahidələrdə axşam qəbul edilən ilıq vannanın və duşun daha dərin yuxu və səhər daha gümrah oyanmağa müsbət təsir göstərdiyini təsdiqləyib.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım önündə olmaq deməkdir. Özünüzü də doğmalarınızda qoruyun. Sağ olun, salamat qalın.